Bu videonu izləyən hər bir kəsə belə gözəl bir mənzil arzu edirəm, dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Yenə də mən gözəl bir mənzillə sizin qarşınızdayım. Yerləşir şəhərimizin mərkəzində 28 may metrosunun düz yanında. Yeni binada yeni təmirli və yaşayış olmamış və ən əsası tam hazır əşyalı bir mənzillə sizin qarşınızdayım. Əlavə vaxt itkisi olmadan hazır alan gündən köçə biləcəyiniz bir mənzildir. Gözəl 2 otaqlıdır. İndi mən mənzildə olan hər bir şeyi həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Siz isə videonu sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Başlayaq vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda bu hissədə sağ tərəfdə belə gözəl tresuar hissəmiz var. Böyük güzgü yerləşdirilib, gizli işıqlar açarıq və sol tərəfində aksesuarlar qoymaq üçün yerlər nəzərə alınıb, belə gözəl şəkildə yerləşdirilib. Giriş hissəyə də əlavə gözəllik qatıb. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada spot, tek işıqlar əlavə olaraq bu hissədə də bura işıqlardan istifadə olunub. Dizayna uyğun tablolar yerləşdirilib. Girişin bu hissəsində şkafımız yığılıb. Bunların içərisini göstərim sizə. Dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyanızı bu hissəyə aksesuarlar yığa bilərsiniz zövqünüzə uyğun. Və gəldikdə burada əlavə olaraq yenə də dolabımız var. Ona görə də narahat olmağa dəyməz. Yəni şkaf bu mənzildə kifayət qədərdir. Otaqların yerləşməsini nəzərə çatdırın. Girişdən daxil olduqda sağda mənzilin sanitar qovşağıdır, solda isə çamaşırxana, indi olan hamısını göstərəcəm. Bura mənzilin qonaq otağı, gözəl yataq otağı. Bura isə mənzilimizin qonaq otağıdır. Elə başlayaq qonaq otağından mən bir-bir hər bir şeyi sizə göstərim. İlk öncə deyim ki, qonaq otağında döşəmə parketdir. Tam hazır videonun əvvəlində qeyd etdiyim mənzildə görürsünüz. Nə var olar deyim, böyük masamız yerləşdirilib burada 6 nəfərlik. Qonaq otağın bu hissəsində belə bir güşə düzəldilib. Arxası güzgü ilə aksesuarlar yerləşdirilib və TV stendimiz yığılıb bu tərəfdə, sağ tərəf. Yenə aksesuarlar aşağı hissəsi. Aşağı tərəf şkafdır, böyük ekran televizorumuz yerləşdirilib. Nəzər çatdım ki, mənzildə divarlarda dekorativ boyadan istifadə olunub. Yəni adi müsə və yaxud divar kağızı deyil. Yəni bunların da qiymətini bilən bilir. Qonaq otağının işıqlandırması 2 ədəd lüstrdan, yenə trek işıqlar, spotlar, mənzil ümumilikdə işıqlı mənzildir. Böyük vitraj pəncərə, burada balaca eyvanı yerləşir. Pərdələr asılıb, hər bir şeyə hazırdır. Qonaq otağının bu hissəsində divar yenə dekorlarla bəzədilib. 2 ədəd divanımız yerləşdirib bu hissədə. Mərkəzdə jurnalli və kondisioner də qoyulub hazırdır. Bir sözlə hazır, gözəl mənzildir. Köç, yaşa. Keçək, mən sizə göstərim mənzilin yataq otağını. Buradan daxil oluruq. Burada da hər bir şey hazır vəziyyətdədir. Yataq dəstimiz yığılıb. Burada yenə gözəl böyük taxtımız yerləşdirilib. Arxa hissəsi qubqa, qızılı kantlarla bəzədilib. Mebel işləmələr, bura işıqlar. Bu hissədə meykapımız, böyük güzgü yerləşdirilib. Televizor da var, hazırdır. Aşağı hissədə şkafdan istifadə olunub. Və qonaq otağın bu hissəsində dolabımız yığılıb divar içi. Bunları da göstərim sizə. Yəni bunların hamısını göstərirəm ki, mənzil haqqında tam təsəvvür formalaşsın sizdə. Tam axıra kimidir. Yəni yuxarı hissədə şkafdır. Burada da yenə kondisioner qoyulub hazırdır. Keçək, buradan mən sizə göstərirəm mənzilin mətbəxini. Otaqların ölçüsü kifayət qədər genişdir. Yəni bu ölçü üçün kifayət qədər geniş ölçüsü var. Bura mətbəximizdir. Eyni yaxşıdır, yəni dar uzun otaq deyil. Buradan mənzilin eyvanına çıxış var. Eyvanın da ölçüsü yaxşıdır. Ona qeyd edim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Gözəl mətbəx mebelimiz yığılıb. Gözəl də rəng tonları seçilib. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Yenə açımı göstərim. Üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator, soyuducu, soba. Yəni hər bir şey var mənzildə. Burada da televizorumuz var. Masamız yerləşdirilib. Divarlarda deməli lepqa daraqlar, tablo, dekor güzgülərdən istifadə olunub. Qabiyan da var burada. Yəni onu deyim, bütün texnika var. Əlavə nəsə almağa ehtiyac yoxdur. Köç, yaşa. Deməli, bayaq qeyd etmişdim videonun əvvəlində. Girişdən sağda yerləşir mənzilin sanitar qovşağı. Mənzilin ümumilikdə gözəl təmiri var. Sanuzeldə
Gözəl dizaynı var. Görürsünüz, maraqlı tekstural qranitlər seçilib. Divar kimi tas. Gözəl moydadırımız. Bu hissədə duş kabini yığılıb. İçərisi də kifayət qədər genişdir və qara rəngli aksesuarlardan istifadə olunub ümumilikdə. Və girişdən solda bu hissədə paltar yönüsünün yeri burada nəzərə alınıb. Burada da yerləşdirilib. Göstərim onu sizə. Şkafda yığılıb. Kifayət qədər yer var. Yəni digər mənzillərdə olduğu kimi mətbəx yeməyin altında deyil, ayrıca yerdir. Belə mən mənzildə nə var, nə yox, hər şeyi sizə göstərdim. Keçirik məlumatlara. Yerləşir 28 mayda metronun yanında. Yeni tikili bina, yeni təmir, yaşayış olmamış 2 otaqlı mənzildir. Ölçüsü 91 kvadratdır. Necə görürsünüzsə elə də satılır. Bütün mebel və məişət texnikaları hamısı yenidir və hamısı da qiymətə daxildir. Yerləşir 17 mərtəbəli binanın 16-cı mərtəbəsində və mənzilin qiyməti 439.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.